Kamil beğendim. Hı. Şeyindi sen, Şamil neyin senin? Ekspertim. X. Yo, blogger. Yok, blogger başka şeydir. Kamil bir işığı yandır. Fikri bildir. Ha. Faiq müəllim, bir yandıracağım bir dəqiqə tələsmə. Faiq müəllim, siz mənə çatda nə yazmışdınız? Deyirsiniz ki, qazıyam. Qazılara mənim canım qurban. Qazılar mənim ürəyimdir. Sağ ol. Sizi dediyiniz kimi də yerinə yetirdim. Sağ ol. Və niyə məni indi araya qoyursunuz? Kim qazi? Oraya koyursuz. Siz qazı deyilsiniz. Ne arayayım? Ben? Mən deyirəm qazilərə, veçamlara Mən müharibəçiyəm. canım qurban. Ha. Hə. Sən də bəyərlər məni araya qoydun, güldün. Günəş Yo. xanım nəsə dedi, mən biraz gec qoşuldum. Yo. Mən sizin onun yazdığınızı mən Nedir atmaram sən? heç kimə. Sadəcə prosta orada yazdıqlarınızı mən oxudum, mənə direktə yazmışdınız. Məni Günəş xanımla xahiş eləyirəm, neçə vaxtdır mən ona qoşula bilmirəm. Mən onu dərəcəsinə sevirəm, görmüşəm, xoşum gəlir. İmkan daxilində mənə ondan qoş. Hı. Sənə yazmışdı. Hə, mənə yazıb. Məndə direktə var. Ne vaxt yazıb? Ne yazmışsın? Deyən bir dəqiqə gözlə atıram sənə. Yazmışdın. Ne yazmışım ki? Deyir direkt de yazıb ki, Günəş xanımdan xoşum gəlir. Mən Günəş xanıma deyim, mən qoşsun. Ha, onu yazmıştım. Ha, onu yazmışım. Güneş Hanım'la koşum gelir. Ha, yazmışım onu. Güneş Hanım'a da koşsun. Direkte yok ha. Ben burada yazmıştım. Ben 2-3 defa Yox, yazdım. burada çoktan yazmamışam. Mənim direktimə yazıb asmısan. Yo. Onda belki sen direktör səhv düşmüşəm. Sen yana sana geldi düşün. Ben Güneş'e yazırdım onda. Hə, Yəqin Günəşən də yazmısan, o da gəlin mənə düşüb də. Hmm. Amma Günəşə yazmışsansa Günəşə düşməli idi də. Mənə niyə düşsün ki? Burada Güneş'in canlısında yazırdım ben. Hə, yazmısınız, hər tərəfli yazmısınız. Mən də sizi, mənim qazi yoldaşlarım, qazi dostlarım, tanışlarım, Allah canlarını sağ eləsin. Xalqının, vətəninin yolunda canın qoyanları. Mənim elə atam da Yox, bildim indi. milli Ay qəhrəmandır. Kamil, nədir ki problem? Sən qulaq eləyib nə deyib ki? Ya mənim üçün problem deyil, yox, xoşdur. Mənim üçün danışıb. Prosta nəyə görə güldü qəpir? Hə, Biraz yox, adama indi sən hamı çox istəyir. Pis mən də gülməyib ki. Yox, mən onu həqiqət bilmirəm. İndi gördüm o kişini bir dəqiqə hal-hazırda. Neçə yaşı var? 35 yaşda da olar. 45. Neçə yaşın var? 35 dedin axı bu yağları. 45. 45, 35 deməyib. Yaxşı da. Mən dəqiq deyirəm. 1986-cı ay 20-si. Mən 80 heç nəyə yalandan gizlətmirəm. Bəli. Biraz prosto yaşından böyük görsənir. Hı. Bəli. Yox. Mən demirəm, mənim Yox, çətinliklər çox olur. görünüşündən çox əziyyət çəkən adam oxşayır. Günəş xanım. Görünüşündən çox əziyyət çəkən, qabiliyyəti, qanacağı, mərifəti öz yerində. İndi insandır. Xoşu gəlib, sənə qoşulub səndən danışır. Hı. Danışmağın məsləhətdir. Mən çox şey burada danışa bilmirəm Çağanın müəllim. Bilirəm, başa Damlıda düşürəm. başqadır, Adam hər başa sözü deyə bilmir. İndi Təksən biri mən burada 4 yaxşı gəlin yazır, biri dənə pis. adam var. 211 Bəli, manat 211 hardasa deyim mənim tərəfimdən bir 700 nəfər qoşulub.
İndi izləyənlərin də bir hardasa 50-60% izləyir də. İndi Bəli, bəli. 211 nəfər izləyicim varsa, o 700 nəfər sənin bəli izləyicindir. Sən 211 nəfər izləyir də, 700-ü sənindir, aha. yəni mən onu deyirəm ki, Faiq müəllim gözəl insandır. Və görürsən mən onun yazdığına görə yox. O